yaşı ilə yoğuran beşiyimdə laylavan çağıran Azərbaycan mən baxsız anam oy neçə bir həsrət ilə yanam oy Azərbaycan mənim baxsız anam oy neçə bir həsrət ilə yanam Qəbər alsam Səni gördüm, çox sevindim. Necəsən, Dədə Turxan? Həmd olsun. Benimki bundan sonra o dünyaya hazırlaşmaqdır. Allah gecindən versin, dədə. Amma yaxşı ki, gəldim. Səni görmək istəyirdim. Xeyirdir mi? Məni Ulu Məclislə görüşdür. Bir ərzim var. Nə məsələdir? Dədə Turxan, məni sən yetişdirmisən. Ulu Məclis məni seçib bu dövlətə xidmət edim deyə. Amma artıq alınmır. Əfqanlar dövlətimizin içinə qədər giriblər. Bu işi kökündən həll eləmək üçün yeni yürüşə ehtiyac var. Yenidən müharibə üçün pul lazımdır. Xəzinə tamam boşalıb. Xalqın güzaranı yaxşı deyil. Şah Təhmasib isə heç nəyi vecinə almır. Vaxtında lazımi tədbirlər görməsək, Səfəvilər imperiyası məhv olacaq, dədə. Bilirəm Nadir xan, bilirəm, hamısını bilirəm. Ona görə də sənə ehtiyacımız var. Azca səbr et bala. Qoy zaman yetişsin, hər şey öz həllini tapacaq. Hər şey gec olmadan bir tədbir görmək lazımdır, Dədə Turxan. Sənin xidmətin sayəsində daxili üsyanları atırdıq. Əfqan tayfalarını geri oturtduq. Ən əsası, Cənubi Azərbaycanı Osmanlıdan geri aldıq. Aldı Şimali Azərbaycan. Onu da geç-tez alacaq. Mən istəyirəm sənin bu xidmətini qiymətləndirim. Sizdən heç bir təmənnam yoxdur, Şah Həzrətləri. Mən hər şeyi vətənim uğrunda eləmişəm. Xeyr, mən səni baş vəzir təyin eləyirəm. Bundan sonra Səfəvi xanədanının idarə etdiyi bütün torpaqlar sənin idarəçiliyində olacaq. Azərbaycanın hər bir qarış torpağı üçün canımı əsirgəməyəcəyimə söz verirəm. Nadir xan, səni baş vəzir təyin etməkdə bir məqsədim də var. Buyur Əlahəzrət. Osmanlılarla növbəti döyüşə mən gedəcəyəm. Sənsə paytaxt İsfahanda oturub dövləti idarə edəcəksən. Məsləhət sizindir. Nə istəyirsiniz, onu da edin. Ancaq Osmanlılarla ehtiyatlı olmaq lazımdır. Əmin olun, Əfqanları da, Özbəkləri də onlar üstümüzə qaldırıb. Bundan sonrası mənim nəzarətimdədir.
Saray daxili məsələləri isə sən həll edəcəksən. O zaman sizinle bir şartım var Əlahəzrət. Döyüşte məğlub olsanız, taxtı tazdan vaz keçəcəksiniz. Mən qədim Türk töhrələrinə uyğun olaraq qurultay çağıracağam və hakimiyyətə övladınız Abbası keçirəcəyəm. Nə nağıl danışırsan Nadir? Abbasın heç bir yaşı tamam olmayıb. O həddi quluğa çatana qədər dövləti mən idarə edəcəm. Deyəsən ölümün çatıb axı. Elə sizinlə Əlahəzrət.